Bir gün bir dəli məscidin yanından keçirmiş, görür ki, içəridə möminlər namaz qılırlar. Bu da keçir sakitcə məscidin içərisinə, bir tərəfdə oturub bu namaz qılan möminləri izləyir. Sonra da sakitcə durub çıxıb gedir. Səhərisi günü bu bir şələ odunu kürəyinə bağlayaraq gəlir məscidə, görür möminlər namaz qılır. Bu da möminlərin arasına girib başlayır namaz qılmağa. Bu hər əyilib düzəldikcə səcdiyə gedəndə bu odun parçasının biri kürəyindən düşüb bu möminlərə dəyir, onlara əziyyət verir. Beləliklə bu namazı möminlər birtəhər qılıb qutarırlar. Namazı qılıb qutaran kimi bu möminlər hamısı imama şikayət edir ki, bəs bu kimdir gəlib girib bizim aramıza, bu bizim namaz qılmağa imkan vermədi, bütün bizim namazımızı heçə puça çıxartdı bu. İmam da ədəb-ərkanla buna yaxınlaşır, deyir, ay qardaş, sən niyə belə eləyirsən? Ya bizdən əvvəl gəlib namazı qılaydın, ya da sonra gəlib namazı qılıb gedəydin. Gəlib imamdan soruşur ki, mən neynəmişəm ki? Bir neynəyəcəksən? Sən arxana almışsan bir şələ yükü, odunu, gəlib burada əyilib düzələndə o odun parçasının biri düşür, bu dəyir möminlərə, onlara əziyyət vermişsən, belə eləmişsən. Deyir, hə, mən elə bildim ki, sən imamsan, sən hər şeyi görürsən. Bəs sən necə imamsan ki, görmürsən ki, bunların hərəsinin arxasında bir yük var? İmam baxır bu möminlərə görür ki, bunların arxasında heç bir yük, heç zat yoxdur. Deyir, ilahi, mən yuxu görürəm, ya nədir ki bu? Deyir ki, qardaş, sən izah elə görək, nə demək istəyirsən? Deyir, bax, bunun arxasında bir uşaq görürəm. Bu kişinin arxasında bir qoca qarı görürəm. Bu kişinin arxasında mən ahnalə görürəm. Deyir, axı sən nə demək istəyirsən, xırdala bunları. Deyir ki, bu kişinin arxasındakı uşaq bir göy-göz uşaqdır. Bu kişinin yoldaşı tezliklə uşaq dünyaya gətirəcək. Bu mömin gəlib namaz qılır, dua edir ki, yoldaşı azad olsun, sağ-salamat uşağı dünyaya gəlsin. Bu kişinin arxasındakı qoca qarı bunun anasıdır. Onu aparıb atıb qocalar evinə. Özü isə gəlib burada namaz qılır ki, onu bir mömin insan kimi tanısınlar. Və belə-belə sayılayanda imam görür ki, bu möminlərin hamısının bir sirrini açacaq. Tez deyir ki, bəs mənim günahım nədir? Mənim boynumdakı yük nədir? Deyir, sənin boynundakı yük hamıdan ağırdır. Mən səni od alov içində görürəm. Əgər sən bir gün yalan danışsan, yolunu azsan, bunlara düzgün yol göstərməsən, sənin çiynindəki Peyğəmbərin əbasıdır. O Peyğəmbərin əbası səni od alov içində yandıracaq. İmam artıq bu yerdə göz yaşını saxlaya bilmir, başlayır ağlamağa.
Deyir, ey insanlar, ey müminler, bu insan doğru deyir. Bizim hamımızın kürəyində yüklər var. Bu yüklərin həll olması üçün biz daim Allaha dua eləməliyik və pis yükləri öz çiynimizdə gəzdirməməliyik. Çalışaq ki, öz kürəyimizdə olan xoş niyyətli yüklər olsun. Onlar üçün biz dua etməliyik. İndi qardaşlar, həyat belədir. Hamımızın kürəyində yüklər var. Biz o yükləri görməliyik və həllinə çalışmalıyıq. Özümüzün arxasına pis niyyətli yükləri götürüb, özümüzü mömin kimi göstərməyə çalışmamalıyıq. Görünüşümüzlə arxamızdakı yüklər eyni olmalıdır. Rola girməyin mənası yoxdur. Biz o rolu bir-birimizə göstərə bilərik. O uca Tanrıya heç cür kələk gələ bilmərik. Allah sizi var eləsin, xoş günlər nəsib eyləsin.